Bismillahirrahmanirrahim. Bir nəfər belə sual verir. Bir evə qonaq getmişəm və bilirəm ki, evdə yaşayanlar təharətə məhəl qoymurlar. Nəcasət, təharət məsələsinə diqqət eləmirlər. İndi mən hər hansı bir yerin nəcis olduğunu dəqiq bilmirəm və yaxud nəcis olub olmamasını bilmirəm. O şəkildə rütubətli halda əlim həmin o evin əşyalarına dəyir, paltarım rütubətli halda evin əşyalarına dəyir. Bu halda o bədənlə, o paltarla namaz qıla bilərəmmi? Yəni əlim və paltarım nəcis hesab olunurmu? Cavab belədir. Əgər müəyyən bir yerdə və ya müəyyən bir əşyada nəcis olduğu məlum deyilsə, o pak hesab olunur. Elhamdülillahi Rabbil aləmin və sallallahu alə Muhammedin və alihi tahirin.